Belə bir təklif var, çox ideal bir təklifdir. Və bu təklifi məncə qaçıq yöndən yaxınlaşdıracaq olursa. 2019 Chevrolet Econext Premier sinifinin ən full komplektasiyası və belə bir avtomobil çox nadir hallarda çıxır satışa. Bu gün oynaya bilərəm bunu. Deməli, məsələ nədir? Zədə budur. Gördüyünüz kimi, yüngül zədəsi var. Avtomobilin airbagləri atıb, buradan toxunduğu üçün bütün daçiklərdən xəta verib və gördüyünüz kimi airbag daçiklərdən xəta verdən görə airbag atıb. Carfax'ı da yoxlamışam, çox ideal, təmizdir. Ən full komplektasiya, qabaq stenka qızdıran, qabaq stenka soyudan, böyük monitor, yəni ən fulludur da. Arxa stenka qızdıranlarına kimi 150 mində yürüyüş məsafəsi var. Arxa stenka qızdıranları da var, buradan görsəndiyini kimi görürsünüz. Və bir dənə problem budur. Bu da əslində problem sayılmır. Yeni airbaglə üzlənəcək, tavan düzələcək, qutardı getdi. Avtomobilin qəti zədəsi yoxdur. Motorun da işləməyinə də baxmışım, çox sakit, ideal vəziyyətdə işləyir və birqa da təmiz 2019. Belə bir Premier, yəni çox nadir hallarda çıxır satışa. Kim istəsə, mənimlə əlaqəyə keçsin, oynayaq, gətirək. Yerdə qalan bütün bu xərclərində mən özüm öz servisimdə təmir edib sizlərə təhvil verəcəm. Detallı məlumat üçün nömrəmlə əlaqə saxlaya bilərsiniz. Yəni həqiqətən də çox full komplektasiyadır. Çox ideal bir şeydir. Gördüyünüz kimi buna baxın. Type-C adapter zaretka yerlərinə kimi var. Yəni belə bir full komplektasiya mən hələ görməmişəm. Çox nadir hallarda çıxır satışa.